Bugün Koder yazı işlərindən 28-2-nin izahını verəcəyəm, proqramını quracağıq. Deməli, bizdə sualdan soruşur. Daxil edilən natural ədədin rəqəmlərinin ədədi ortasında böyük rəqəmləri. Həmin arıcılıqla yeni ədəd düzəldərək çap edən proqram yazın, deyir Python dilində. Deməli, biz natural ədədimizi daxil eləyək. Natural ədədimizi daxil eləyək. Bu oldu bizim natural ədədimiz. Həmin natural ədədi sətr formasına çevirək. Nə üçün çevirirəm? Çünki natural ədədin rəqəmlərinə bir-bir ayrı-ayrılıqda müraciət eləməliyəm. Deməli, ədədi ortanın tapılması bizə riyaziyyatdan məlumdur. Topla sayına bölür. Rəqəmlərinin topla cəmi sayına bölünürsə, bu bizim üçün ədədi ortanın tapılması qaydasıdır. Biz ədədimizi daxil edib, həmin ədədin rəqəmlərini toplayıb, sayına böldük. Deməli, bizim ədədi ortamız tapıldı. Birinci ədədi ortamızı tapıb, bir-bir həmin rəqəmlərlə müqayisə eləməliyik. Gəlin bir-bir həmin bizim daxil elədiyimiz natural ədədin rəqəmlərinə müraciət eləyək. Elədik. Burada bir cəm dəyişəni götürək. Sıfıra mənimsədək. Çünki ədədi ortanın rəqəmlərin cəmi lazımdır birinci mənə. Cəm plus bərabərdir int i. Cəmin üstünə int i gəldim. Yəni tam ədədə çevirib gəldim ki, biz tam ədədlə tam ədədi toplaya bilirik. Sətirlə sətiri də toplamaq olur. Onlar iki sətir birləşir, simvollar birləşdirilməsidir. Daha sonra ədədi orta adında bir dəyişən yaradıram. Cəmi bölürəm len uzunluğuna. Len n. Bu oldu bizim ədədi ortamızı tapdıq. Sonra mən müqayisə eləməliyəm bir-bir rəqəmləri ilə. Bir də dəyişən yaradıram. S adında bir sətir götürürəm. S adında sətir götürürəm. Nə üçün götürürəm? Həmin o böyük olanlar bu S dəyişənində saxlanması üçün. Dövr yaradaq. For in n yaratdıq. Şərtimizi verək. Əgər int j böyükdürsə ədədi ortadan. Çünki burada biz enimiz sətir tipindədir axı. Sətir kimi biz bir-bir rəqəmlərə müraciət eləmək istəyirsə, bunu ancaq sətir formasında müraciət eləyə bilərik. Yəni bir-bir rəqəmləri götürməyin ədəd formasında götürmək olur. Məsələn, faizlə, iki/ilə. Amma sətir formasında belə dövrlə yazmaq biraz rahat. Deməli, bir-bir yoxladıq. Əgər hər hansı rəqəmlərdən hər hansı biri ədədi ortadan böyükdürsə, neynəsin? S-in üstünə gəlsin J-ni, S-in üstünə gəlsin J-ni. Daha sonra indi tutaq ki, bizim bir rəqəm daxil elədik. Əgər həmin belə bir şərtdə burada verməliyəm ki, tutaq ki, bəlkə mənim bir daxil elədiyim ədəddə ədədin içərisində olan rəqəmlər ədədi ortadan böyük deyilsə, məndə yazsın ki, belə bir söz yazsın ki, ədədi ortadan böyük deyil. Mən şərtimi burada verirəm. If, əgər len sətir dəyişənində s dəyişəni mən götürmüşdüm. Len s-in uzunluğu sıfırdan fərqlidirsə, məndə print s keçsin çapa. Yox, əgər else len s sıfıra bərabərdirsə, neynəsin? Çapa geçsin. Ədədi ortadan böyük rəqəm yoxdur. Ədədi ortadan böyük rəqəm yoxdur. Gəlin qiymətimizi verib, baxaq gör proqramımızda nəsə yanlışlığa yol verməmişik. Uşaqlar, bu proqramda nəsə sintaksis səhv eləmək bu normal haldır. Yəni buna heç vaxt qalmırıq bu məsələnin üzərində. Yox, səhvimiz yoxdur. Tutaq ki, mən buradan 1, 2, 3, 4, 5 daxil elədim. 1, 2, 3, 4, 5 daxil elədim. 12345. 12345-in rəqəmləri cəmi neçə eləyir? 15. Sayı neçə eləyir? Neçə dənədir? Rəqəmdən ibarətdir? 5 rəqəmdən ibarətdir. 15-i 5-ə, yəni rəqəmlərinin cəmini
sayına bölsək bizim ədədi ortamızı verəcək. Ədədi ortamız eləyir 3. 3-dən böyük rəqəmlər hansılardır? 4 və 5. Bizdə ekranda 4 və 5 əks olunmalıdır. 1, 2, 3, 4, 5. Ekranda əks olunmalıdır 4 və 5 və doğrudur. Gəlin görək else buradakı qolumuz doğru işləyirmi? Mən verirəm məsələn 111. Ədədi ortadan böyük rəqəm yoxdur. 111-in ədədi ortası neçə eləyir? 111-in rəqəmləri 3-dür. Sayı da 3-dür. 3-ü 3-ə bölsək 1 eləyir. Ədədi ortası 1-dir. 1-dən böyük, məsələn, 1 1-dən böyük olmadığı üçün, məsələn, yazır ki, ədədi ortadan böyük rəqəm yoxdur. Yəqin ki, bu proqram başa düşüldü.